Salam müəllimlər. Mən keçən dəfəki videoda ChatGPT-dən istifadə etməklə sürtünmə qüvvəsi mövzusunda icmal hazırlamağa baxmışdım. Yəni orada biz sadəcə çox sadə bir model götürmüşdük. Yəni nə bizə verirdi, sadə bir promptla bizə nə verirdi, onu götürürdük, ona baxmışdıq. Bu dəfə isə istəyirəm ki, daha səviyyəli bir dərsi necə qurmaq olar, bunun üçün nədən istifadə eləmək lazımdır, ona baxaq. Bundan ötürü mən prezentasiya hazırlamışam. Yəni o prezentasiyada müəyyən qədər göstərməyə çalışmışam ardıcıllığa ki, nə etmək olar, nə etmək lazımdır. Burada fizika fənni üzrə icmalın hazırlanması. Demək, biz maket olaraq götürürük standart məqsəd qiymətləndirmə. Yəni standartları götürürük. Əslində bunlar metodik vəsaitdə var. Hər bir sinif üçün metodik vəsaitdə bu mövzu üzrə hansı standartlar reallaşdırılır, o təlim nəticələri də var. Sadəcə hər bir müəllim onu dəyişmə bilər, yəqin, yəni bilir ki, onu dəyişmək mümkündür. Yəni standartları da istədiyimiz sayda götürə bilərik sinifdən asılı olaraq. Yəni əgər sinif güclü sinifdirsə daha çox standart reallaşdırmaq olar, məqsəd daha çox qoymaq olar. Zəif sinifdirsə bunları az eləmək olar ki, 45 dəqiqədə reallaşdırmaq mümkün olsun. Sadəcə mən bunu güclü sinif üçün yazdığıma görə və bu əslində 3 standartın götürülməsi çoxdur. 1 ya 2 standart bəs eləyir. Sadəcə bu standartlara mən baxanda gördüm ki, yəni bunlara uyğun mən məsələlər, tapşırıqlar istəyirəm salım o mövzuya. Bunlar reallaşacaq, asandır. Ona görə mən bu hər üçünü götürdüm. Yəni bunlar çox da çətin deyil. Məqsədləri də dəyişdim. Yəni oradakı metodik vəsaitdəki kimi deyil. Mənim təbii ki, reallaşdırmaq istədiklərim başqa idi. Ona görə onu da müəyyən qədər dəyişmişəm. Yəni sürtünmə qüvvəsinin və bunu mövzunun adını verib təlim nəticələrini də bilmirəm, yadımda deyil, keçən videoda onu demişdim ya yox. Mövzunun adını verib təlim nəticələrini, yəni reallaşdıra biləcəyimiz standartları ChatGPT-dən istəmək olar. Yəni mənim yenə deyirəm, zəif sinif üçün olan, qoyulan tələblərimizdə onunla üst-üstə düşmələr daha çox olur. Güclü sinif üçün tələblərə uyğun olmur. Orada hazırlanan zəif olur. Ona görə mənim bu təlim nəticələrim də özümün qərarlaşdırdığım nəticələrdir ki, mən o dərsdə bu nəticələrin lazım olduğunu düşündüm. Ona görə dəyişmişəm bunu. Yəni burada sürtünmə qüvvəsinin yaranma səbəbini şərh edir və növlərini fərqləndirir. Bu birbaşa dərsin məzmunu ilə əlaqəli hissədir. Cismə təsir edən qüvvələri sxematik təsvir edir. Bu fəndaxili inteqrasiyada əvvəlki siniflərdə məlum olan bir məqsəddir ki, yəni o əvvəlki siniflərdən bildiyinə əsaslanaraq bunu üzərində davam eləyəcək, artırılacaq. Sonra sürtünmə qüvvəsinə aid qrafik, kəmiyyət və keyfiyyət tipli məsələlər qurur və həll edir. Bu məqsədlərdən biridir. Tapşırıqda görünəcək. Tormoz yolu və tormozlanma müddətinin asılı olduğu kəmiyyətlərlə əlaqəni Newtonun ikinci qanunu tətbiq etməklə izah edir. Bu da bir tapşırığın icrasından sonra əldə olunan nəticə olacaq. Yəni bunları birinci yazmaq nə üçün lazımdır? Mənim üçün, yəni hər müəllimin yanaşması fərqli ola bilər. Mənim üçün belə ardıcıllığa əməl eləyib tapşırıqları seçmək daha asan görünür, daha yəni maraqlı görünür. Amma bir xüsusiyyət də var ki, olur ki, yəni bu bütün tapşırıqlar ancaq belə bunlara uyğun seçilməlidir kimi də deyil. Bəzən mövzunu biləndə, yəni bir mövzunun adına baxanda bir tapşırıq, insanın beyninə bir tapşırıq gəlir və tapşırıq daha əvvəldən formalaşmış olur. Nəinki bunlara baxdın,
sırf nəticələrə, məqsədə uyğun tapşırıq seçdim. Yəni çoxluq əslində belə seçmək rahatdır, amma yəni bu mütləq deyil də. Yəni ola bilər ki, bir məsələni bilirsən ki, bu mövzuya aiddir və sənə maraqlı gəlir onu o dərsdə məqsəd kimi reallaşdırmaq. Ona görə o məsələni də mövzunun içinə salırsan. Yəni bu ardıcıllıq 100% əməl olunmalıdır deyə bir fikir formalaşmaz yəqin ki. Amma belə daha rahatdır ki, yəni standartları görürük, onlara uyğun təlim nəticələrini, məqsədi görürük və qiymətləndirmə meyarlarına baxırıq və bunlara uyğun da məsələlər tapşırıqlar seçirik, hazırlayırıq, ya seçirik, ya ChatGPT-dən alırıq. İstəyirik. Burada mən iş formaları, iş üsullarını yazdım. Bütün siniflə motivasiya hissəsini belə fikirləşdim ki, bütün sinifli olsun. Qrup işləri, tapşırıqlar, məsələ və təcrübə olsun. Fərdi işdə refleksiya mərhələsində Freyer modeli hər bir şagird fərdi yazacaq. O da bu şəkildə olsun. Motivasiya kimi, yəni dərsi 5Y modelinə uyğun hazırladım. 5Y modelinin nə olmasını izah etməyəcəm. Çünki həm gənc müəllimlər MİQA hazırlaşanda onu öyrənirlər. Yaşlı nəsil sertifikasiya hazırlaşanda öyrənib. Mən sadəcə onu deyim ki, belə bir 5Y modelinin nə olduğunu izah et kimi bir tələb verəndə ChatGPT-yə, o da maraqlı bir şəkildə onu izah edir. Yəni 5Y modelinin izahını ver kimi bir prompt yazanda onun izahını verir. Yəni buradan da götürmək, oxumaq olar. Yəni mən təkrar onu demək istəmirəm. Motivasiya at araba nümunəsidir. Yəni at arabanı dartır, araba atı dartır. Newtonun 3-cü qanununa görə hərəkət olmamalıdır. Hərəkətin baş vermə səbəbi nədir? Buna 3-5 şagird müəyyən öz münasibətini bildirir. Cavablar doğru da ola bilər, doğru olmaya da bilər. Bu hissəni köməkçi sual verməklə doğruya gətirmək də olar. Yarımçıq qoyub dərsin sonunda nəticə almaq da olar. Bu motivasiya hissəsidir. Bu da qiymətləndirmə meyarlarıdır ki, bunlarda, yəni bu tapşırıqların içərisində qüvvə diaqramının çəkilməsi olacaq, təcrübə və nəticələrin təhlili olacaq, tormoz yolunun Newtonun 2-ci qanununa görə tapılması, qrafik təsvir və nəticə çıxarılma. Cəmi 3 qrup nəzərdə tutdum bu yəni dərs üçün. 3 qrupa 3 tapşırıqdır və bir dənə də möhkəmləndirmə mərhələsi üçün bir tapşırıq var. Refleksiya üçün Freyer modeli var. Bir də qiymətləndiriləcək ümumi əməkdaşlıq və elmi düşüncə bacarığı qiymətləndiriləcək. Bu tapşırıqların içərisində görülür. Bir də köməkçi şagirdin seçilməsi. Günün köməkçi şagirdi. Bu necə seçilir? Gizli səs vermə yolu ilə yoldaşlarına təcrübələrdə diqqət çəkmədən, sakitliyə riayət edərək kömək edən şagirdin adı refleksiya vərəqinin sonunda yoldaşları tərəfindən qeyd olunur. Müəllim sonrakı dərs bu şagirdin adını elan edir. Yəni həmin o tapşırıqlar, tədqiqat tapşırıqları, təcrübələr zamanı qrupların bir-birindən kömək istəmək icazəsi var. Təbii ki, sakitliyə riayət eləyərək mədəni şəkildə bir-birindən kömək istəmək. Adətən deyilir ki, bizdə qrup işləri hayküylü olur, amma bu vərdişdən asılı bir şeydir. Bu aşağı siniflərdən bu qrup işlərində işləmək vərdişi formalaşdırılarsa, sakit işləmək vərdişi, biz birbaşa 7-ci, 8-ci, 9-cu siniflərdə qrup işləri veririk və şagirdlər buna hazır deyirlər. Necə ki, o mövzunu kitabdan oxuyub anlamağa hazır deyirlər, məsələlərin şərtini oxuyub məsələni anlamağa hazır deyirlər. Çünki bu bizdə sistematik öyrədilməyib şagirdlərə. Eyni şəkildə də qrup işində işləməyə hazır deyirlər. Bu o demək deyil ki, bizim uşaqlar bunu bacarmır. Sadəcə bizim uşaqlara onu aşağı səviyyədən sistemli öyrədən olmayıb. Ona görə bacarmırlar. Amma yəni bu dərslər aiddir öyrədilən uşaqlara və yaxud öyrətmək istəyən insanlara ki, bunu yəni mümkündür öyrətmək şagirdlərə. Yəni bizdə bu olmur deyən bir şey yoxdur, yəni olur bizdə, hamısı sadəcə öyrətmək lazımdır.
onlar demək bu bütün qruplar bir-birindən kömək istəyə bilərlər. O köməyi ən çox kömək eləyən şagird, ən yaxşı kömək edən şagird dostlarına, elə dostlar tərəfindən də hərə bir nəfərin adını öz iş vərəqinin arxasına yazır və səs çoxluğu ilə bir sonrakı dərsdə müəllim o şagirdin adını elan eləyir. Hamıya sakit kömək edən, əhəmiyyətli kömək edən şagird. Sadəcə mənaya yox, fizikada sualın cavabına yox, təcrübənin gedişində kömək istəyərlərsə, buna kömək edən şagird. Belə. Sonra bu birinci tapşırıqda diaqramlar çəkilir qrupların birinə. Təbii ki, burada qrupların səviyyəsi nəzərə alınmalıdır ki, yəni əgər zəif qrupdursa, bu tapşırıq daha rahatdır onlar üçün. İkinci tapşırığımız bu tədqiqat. Burada da qruplar yaradılanda o hansı fəaliyyət növündən hansı şagirdlər daha rahat işləyir, onu da nəzərə almaq lazımdır. Yəni bu nəzərə alma da yəni tamına mümkün deyil ki, o qrupu elə müəllim yaratsın ki, əslində bu müəllimin fərdi fikirlərinə baxır. Mən yəni başqa bir şey fikirləşirəm ki, yəni yalnız təcrübə aparmağı sevən insanlar, yəni fəaliyyət formasını seçən uşaqların bir qrupda olması düzgün deyil. Elə şagird var ki, məsələn, onu özü seçməyəcək, amma müəllim onu ora daxil eləyərsə, onun o bacarığı üzə çıxa bilər ki, bəlkə heç özü də bilmir nəyi bacarır, nəyi istəyir. Yəni burada biraz məsələ başqadır. Bunun biraz genişdir. Yəni bir dərsin üstündə qruplar necə yaradılmalıdır, onu demək istəmirəm. Bir də istiqamətləndirici suallarımız var. Burada mən birbaşa bura keçdim. Bu ikinci tapşırıqda demək 3 müxtəlif kütləli fiqur, bu artıq tədqiqat aparan qrupun işidir. Biraz güclü qrupa veriləsi tapşırıqdır. 3 müxtəlif kütləli fiqur var. Dinamometr verməklə şagirdlər sürüşmə sürtünmə qüvvəsini ölçmək tapşırılır və qrupun digər üzvlərinə təkrar hesablama aparmadan cavabların doğru yaxud yanlış olmasını sübut etmək tapşırılır. Bu zaman onlara sürüşmə sürtünmə əmsalı verilmir və bunu istəyəcəkləri gözlənilir. Bu tapşırıq fizika fən kurikulumunda tam orta təhsil səviyyəsinin sonunda əldə edilməli olduğu təlim nəticələrindən birini reallaşdırır. Bu hansı nəticədir? Mən keçən videoda demişdim. Dərsi qurarkən həm fən kurikulumunda verilən təlim nəticələri, fənin üzərinə qoyulan məqsəd o nəzərə alınmalıdır. Həm də mən ChatGPT-dən məqsədlər çıxartmışdım, onları nəzərə alırdıq. Yəni bu onlardan biri. Məsələn, təcrübi və fikri eksperimentlərin nəticələrini dəyərləndirir. Məsələn, bunu reallaşdıracaq bu tapşırıq. Yəni məqsədi budur. Və biz bu tapşırığı götürürük. Tapşırıqları ChatGPT-dən istəyib ondan ala bilərik, yaxud özümüz tapşırığı fikirləşib ChatGPT-dən bunu analiz eləməsini istəyə bilərik. Mən bu tapşırıq üçün belə eləmişdim. Çünki bu təcrübəni mən istəyirdim şagirdlərin məntiqi düşünmə qabiliyyətini inkişaf elətdirən bir tapşırıq olsun və onu birbaşa ChatGPT-dən istəyəndə mənə uyğun, yəni razı salan bir çalışma verilmədi. Amma bunu verəndən sonra uyğun şərtləri ödəyən ikinci bir tapşırıq hazırla, onu pis hazırlamayıb. Yəni birbaşa ChatGPT-dən istədiyimiz, süni intellektdən istədiyimiz nəticəni almırıq, amma dolayı yolla ala bilirik. Mən bu tapşırığı yönləndirdim ora. Süni intellekt mənə onu analiz eləsin. İndi onu göstərmək istəyirəm. Bu tapşırıqda nəyə analiz elədi, nə dedi, ona baxaq. Belə bir prompt yazdım. Yazacağım tapşırığı professional fizika müəllimi və metodist kimi analiz et. Biliyin növü, fəaliyyət forması,
formalaşdırdığı düşüncə və bacarığı qeyd et. Bu tapşırığın şagird üçün faydasını və gələcəkdə həyatında rolunu izah et. Bir xeyli geniş məlumat verib, analiz üçün nələri seçib, biliyin növü, fəaliyyət forması, formalaşdırdığı düşüncə növü, formalaşdırdığı bacarıq, şagird üçün pedaqoji faydası, gələcək həyatla əlaqəsi. Mən çalışma tapşırığı daxil eləmişəm, həmin tapşırıqdır və onu analiz edir. Qısa metodik mahiyyətini göstərir. Yəni videonu saxlayıb oxumaq da olar. Biliyin növlərini göstərir. Biliyin növü həmin tapşırıq konseptual bilik, prosedural bilik və metakognitiv bilik özündə cəmləşdirir. Yəni bəzən testlərdə tapşırıq verilir. Bu tapşırıqda biliyin hansı növü var? Yəni ona görə bizim o kurikulum tapşırıqlarında bəzən düzgün cavabı tapmaq çətin olur. Çünki çox vaxt o konkret bir cavaba dayanmır. Yəni konkret bir cavabı olmur. Belə də ola bilər, o da ola bilər, o da ola bilər. Necə ki bu tapşırıqdakı kimi. Baxın, biliyin hər üç növü burada görünür. Sürtünmə qüvvəsinin kütlə və normal qüvvə ilə əlaqəsini dərk edir. Bu onun konseptual biliyidir. Konseptə əsaslanır. Prosedural biliyə aid hissəsi var tapşırığın. Dinamometrlə ölçmə var. Müqayisə və nəticə çıxarma qaydasını tətbiq edir. Metakognitiv bilik var. Bu məlumatla nəticə çıxarmaq mümkündürmü sualına cavab verir. Yəni bizdə verilməyən kəmiyyət var. Mü verilmir. Onu istəməlidir. Bilməlidir ki, o orada lazımdır. Bu artıq onun metakognitiv biliyidir. Yəni bunun üçü də var bir tapşırığın içərisində. Şagird yalnız nəticəni deyil, nə vaxt bu üsul işə yarayır sualını düşünür. Əslində baxın, bu sual artıq yerində deyil. Nə vaxt bu üsul işə yarayır deyil. Nəticəni deyil, bu nəticəni almaq üçün nəyin çatışmadığını düşünür. Yəni almaq olarmı bu nəticəni? Nisbətən almaq olar, dəqiq almaq olmaz. Yəni hər üç hal üçün müxtəlif kütlələr, üç müxtəlif kütlə üçün müyünü hesablaya bilər. Və bu mü hər üç halda eynidirsə, demək doğru hesablama aparılıb və yaxud müyünü istəyə bilər, bir-bir yoxlaya bilər ki, hansı halda o mü düzgün alınıb, sürtünmə əmsalı. Sürtünmə əmsalı düzgün alınıbsa, demək hesablama düzgün gedib. Bu şəkildə yoxlamaq olar. Yəni bunu şagird tapmalıdır. Fəaliyyət forması qrup işidir, tədqiqat yönümlü fəaliyyətdir. Eksperimental müşahidə, məntiqi sübut var, diskussiya və arqumentasiya olmalıdır, pasiv ölçmə deyil, aktiv elmi dialoqdur. Təbii ki, orada o qərara gəlmək üçün dialoqlar öz aralarında qərara gəlməlidirlər. Formalaşdırdığı düşüncə növləri, analitik düşüncə, kütlə artdıqda sürtünmə qüvvəsinin necə dəyişməsini müqayisə edir. Tənqidi düşüncə, bu nəticə doğrudurmu? Yəni ölçmə doğrudurmu, yoxsa təsadüfidir? Əlavə hansı məlumata ehtiyac var? Bunu tapmalıdır. Bu tənqidi düşüncədir. Elmi tədqiqat düşüncəsi sabitlərin rolunu anlayır. Yəni müyünün oradakı rolunu anlayır və onun nə vaxt lazım olduğunu araşdırır. Modelin natamam olduğunu dərk edir. Yəni orada mü verilməlidir, ancaq verilməyib. Bunu dərk etməlidir. Məntiqi sübut etmə var. Hesablama aparmadan nisbi müqayisə ilə nəticəni əsaslandırır. Hesablama aparmadan, məsələn, orada müləri hesablayaraq, hesablama yox, əslində düz yazılmayıb, ölçmə aparmadan. Yenidən ölçmə aparmadan hesablama ilə müləri əgər eynidirsə, sürtünmə əmsalları eynidirsə, demək bunu təqribi deyə bilir də. Nisbi olaraq deyə bilir ki, yəni hər üç halda eynidirsə, demək ölçmələr düz aparılıb. Və yaxud da müyünü istəyə bilər, konkret qiymətini onunla müqayisə eləyə bilər. Bu zaman o dəyişən kəmiyyətlərlə sabit kəmiyyətlərin fərqini də onlar burada anlayırlar tapşırıqda. Formalaşan bacarıqlar, ölçmə bacarığı, dinamometrlə düzgün oxunuşu, müqayisə bacarığı, fərqli kütlələr üçün nəticələrin əlaqələndirilməsi. Səbəb-nəticə əlaqəsi, normal qüvvə ilə sürtünmə qüvvəsi arasında əlaqə, elmi ünsiyyət, qrup daxilində sübut təqdim etmə, problem qoyma, sürtünmə əmsalı lazımdır qənaətinə gəlmə, problem qoymadır.
Bu hazır məlumatı qəbul edən yox, şərt tələb edən şagird yetişdirməkdir yazıb. İndi həqiqətən bir dənə tapşırıq, yəni baxanda sadə bir tapşırıqdır, amma burada yəni şagirdin bir xeyli inkişafı əldə oluna bilir bu bir tapşırıqla. Tapşırığın şagird üçün pedaqoji faydasını yazıb. Mən oxumaq istəmirəm, motivasiya yaradır. Gələcək həyatda rolu, yəni tənqidi informasiyaya yanaşması, aldığı məlumatı, yəni burada nəyinsə çatmadığını istəyə bilir, yəni düşünə bilir. Belə bir düşüncə tərzi formalaşır. Olduğu kimi qəbul eləmir. Məsələn, müəllim deyir ki, bunu ölçmədən sübut elə. Baxır əlində olan vasitələrə ki, bunu ölçmədən necə sübut eləsin və qərara gəlir ki, burada çatışmır, münü istəməlidir. Düşüncə formalaşır. Bu bacarıq texniki sənədlərlə maliyyə qərarlarında, tibb və sosial informasiyada həyati əhəmiyyət daşıyır. Dəyişən və sabit parametrləri ayırma qabiliyyəti formalaşır. Burada nələr dəyişir, amma hansı sabit kəmiyyət var ki, onun rolu nədir? Bu sürtünmə misalı olaraq. Modellərin məhdudluğunu anlama formalaşır o mühünün çatışmaması kimi. Peşə yönümlü mühəndislik, texnologiya, tibb, analitika, elmi tədqiqat sahələri üçün əsas baza yaradır, düşüncə bazası yaradır. Yəqin ki, metodist qiymətləndirməsi, bu öz fikirlərini də yazıb. Qiymətləndirməyə ehtiyac yoxdur. Yəni bir tapşırığı tam analiz edir. Mən tərs apardım, yəni tapşırığı özüm fikirləşmişdim deyə onun analizini istədim. Amma bu analizi verərək buna uyğun tapşırıq da istəmək olar. Mən yenə deyirəm, hər dəfə tam istədiyimiz kimi bir tapşırıq vermir. Amma məsələn, mən bir tapşırıq vermişəm, ikincini artıq ondan istəyə bilirəm ki, istədim, bilmirəm, buradadırmı o. İkinci tapşırığı, ona uyğun tapşırığı normal verdi. Bu tapşırıq üçün rubrik cədvəli hazırla dedim. Baxın, tapşırıq üçün rubrik cədvəli hazırlayıb, bal göstərib, balları ver. Balı olmaqla bu tapşırıqda nəyi qiymətləndirmək lazım bilib. Ölçmə bacarığını, necə ölçür, düzgün ölçür, ölçmə aparır, lakin kiçik texniki səhvləri var, ölçmə qaydasını pozur, 0 bal, 1 bal, 2 bal. Müqayisə və əlaqələndirmə, onu yoxlayır, səbəb-nəticə əlaqəsinin düzgün qurulmasını yoxlayır, elmi sübut etməni yoxlayır, bir də problemi dərk etmə, mühüyə ehtiyac olmasını yoxlayır. Yəni, çox maraqlı, yəni tətbiq oluna bilən bir rubrik hazırlayıb. Düzgün rubrikdə istifadə eləmək olar. Bir də belə bir sual verdim. Bu mövzuya aid eyni metodik və elmi tələbləri ödəyən fərqli bir tapşırıq hazırla və hazırladığı tapşırıqda istifadə oluna biləndir. Eyni səthdə, eyni qüvvə hansı daha tez gedər kimi bir tapşırıqdır və bu tapşırıq artıq istifadə oluna biləndir. Bunu oxumayacağım. Yəni, mən sadəcə qaydanı göstərmək istəyirəm ki, nə etmək olar ki, istədiyimiz tapşırıqları alaq. İlkin olaraq tapşırığı özümüz hazırlayırıq. Sonra onun metodik izahını, analizini istəyirik. Metodik analizdə nələr daxildir? Mən bu məlumatları bir sayt yaradacağam. Yəni, yaxın vaxtlarda bir sayt da olacaq. Bunları sayta yerləşdirəcəm Word şəklində. Oradan götürmək olacaq. Yəni, necə yazmaq lazımdır ki, o düzgün metodik analiz versin, nələri yoxlasın. O, buradakı promptdan götürmək olar hələ ki. Yəni, sayt olan. Mən bir şey eləyəcəm deyirəm, onu eləyib qurtarmağım həftələr, bəzən ay çəkir. Yəni, fikrimdə bir sayt yaratmaq var ki, bəzi Word-də hazırlanmış materialları ora yerləşdirim. Amma hələlik, məsələn, biliyin növü, fəaliyyət forması, formalaşdırdığı düşüncə və bacarıq, formalaşdırdığı bacarığı qeyd eləyə bilər. Bir də faydası şagird üçün. Bunu nəyə görə yazdım? O faydasını, gələcək həyatında rolunu. Bunu şagirdlər adətən soruşurlar. Bu dərsi mən niyə öyrənməliyəm, niyə oxumalıyam? Yəni, belə bir hal olarsa, yəni müəllim ən azından bilsin ki, bu tapşırıq nə üçün lazımdır, harda onu istifadə edə bilər. Bu ikinci tapşırıq idi.
Və mən hər bir tapşırığın, sonrakı tapşırıqların da belə analizini vermək istəmirəm. Üçüncü tapşırıq burada Word-dədir, onu keçirmədim PowerPoint-ə, çünki çox uzun-uzadı danışmaq istəmirəm. Qaydaları qısa göstərmək istəyirəm. Yəni birinci tapşırığı aşağı siniflərdən bilirdilər. Qüvvə diaqramı rahat, zəif qrup üçün idi. İkinci tapşırığımız tədqiqat idi. O güclü qrup üçün idi. Üçüncü qrup orta səviyyəli qrup üçündür. Üçüncü tapşırıq burada sadəcə Newtonun birinci qanunu tətbiq etməli olduğunu bilməlidir. Cisim bərabər sürətlə hərəkət edirsə, əvəzləyici qüvvə sıfırdır. Aşağı çəkən qüvvə sürtünmə qüvvəsinə bərabərdir. Onu tətbiq eləyərək cavabı alacaq. Tədqiqat mərhələsindəki tapşırıq isə nisbətən daha çətin tapşırıqdır və bu hər üç qrup eyni vaxtda işləyir bunu. Hər üç qrupda müxtəlif sürətlərlə bir dəfə təcrübə aparılır. Başlanğıc sürət hər üç qrup özü verir və Newtonun ikinci qanunu tətbiq eləməklə bu alınması, yəni o düsturun alınması, yolu hesablayırlar. O düsturun alınması, əgər sinif zəifdirsə, müəllim onu əvvəlcədən bu istiqamətləndirici sualları, bunları köçürmüşdüm PowerPoint-ə. Baxın, bu istiqamətləndirici suallarda əgər sinif zəifdirsə, bunu istifadə eləyərək tormoz yolunun S bərabərdir V0 kvadratı bölünsün 2 mürciə düsturunu alırlar hamı sinif olaraq birlikdə və sonra hesablayıb tormoz yolunun başlanğıc sürətdən asılı olduğunu sübut eləyirlər öz təcrübələrinə əsasən, apardıqları təcrübəyə əsasən. Məsələn, bununla da bitir o axırıncı tətbiq etmə mərhələsi bitir. Ondan sonra gəlir refleksiya. Refleksiyada belə bir maraqlı sual qoymaq olar. Onu mən yazmadım. Amma məsələn, sürtünmə qüvvəsi təkərin enindən asılı deyil. Amma qış təkərlərini enli hazırlayırlar. Bunun səbəbi nədir? Və ilk baxışdan hamı fikirləşir ki, yəni sürtünmə qüvvəsi yəni düsturunda yoxdur. Sürtünmə qüvvəsi toxunan səthlərin sahəsinə asılı deyil. Amma belə təcrübədə hamı bilir və hesab edir ki, o təkərin toxunan səthin sahəsi nə qədər böyük olarsa, o qədər sürtünmə qüvvəsi böyük olur, qarda sürüşmə ehtimalı az olur. Bunu nə ilə izah etmək olar, necə izah etmək olar? Bu sualı sinifə verib, təbii ki, çox böyük ehtimal cavab alınmayacaq orada. O cavabı müəllim verə bilər, videoda göstərə bilər ona aid ki, bu yadda qalasın. Çünki bu yəni maraqlı bir hadisədir. Onu orada uşaqlara göstərməkdə onların yeni biləcəyi, bəlkə də ən əsas yadlarında qalacağı o olacaq. Çünki hamıda əksəriyyətdə elə bir fikir formalaşır ki, təkər eni olduqca sürtünmə qüvvəsi artır. Amma düsturda da bu yoxdur, səthin sahəsi. Onu izah eləsələr, yəni hesab edirəm ki, şagirdlər üçün maraqlı olacaq. Refleksiyada onlar axırda biraz vaxt saxlamaq olar Freyer modelinə, sürtünmə qüvvəsini izah eləsinlər modeldə. O da çox az vaxt alacaq bir şeydir, yəni rahatdır. Bir də şagirdin adını yazırlar, dərs bitir. ChatGPT-dən bu şəkildə istifadə etmək olur. Həm çalışmaları istəmək olar, həm çalışmanın analizini istəmək olar. Və yaxud analizdə, o çalışmada nəyi görmək istəyirlərsə onu yazmaq olar ki, ona uyğun çalışma hazırlasın. Və yaxud bunu eləmək olar. Məsələn, buradan götürmək olar məqsədi, məsələn, sürtünmə qüvvəsinin yaranma səbəbini şərh edir və növlərini fərqləndirir. Bu nəticəni reallaşdıra biləcək tapşırıq hazırla. Bunu verməklə də cavab almaq mümkündür. Yəni, bir-bir bu hər birinə aid tapşırıq nümunəsi istəmək olar. Hətta bunu ikisini birləşdirmək olar. Buradan götürmək olar nəticənin məqsədi, həmin məqsədi və ona uyğun da metodik analiz, hansı xüsusiyyətlərə aid olsun o tapşırıq, hansı
xüsusiyyətləri reallaşdıra bilən tapşırıq olsun. Bunları birləşdirib verərək bir tapşırıq almaq olar nümunə. Belə. Bu qədər. Sağ olun. Ümid edirəm ki, yəni faydası olacaq kiməsə. Videolar davam eləyəcək, çünki bəzi istəyirəm, kiçik videolar olacaq, artıq icmal olmayacaq. Bəzi tapşırıq nümunələrini, iş üsullarına aid tapşırıq nümunələrini hazırlamağı düşünürəm. Yəni davam eləyəcək kiçik videolar. Sağ olun.